Süntrük de gəlibdi. Süntrüyümüzün çok güzel bir dadı var. Bunu indi pişirib sizinlə də paylaşacağım. Bunların deməli süntrük elə bir bitkidir ki, bax bunun yarpaqları var. Bax bu yarpaqları gərək elə eləyəsən ki, maksimum dərəcədə pişirməyəsən. Çünki bu yarpaqlar acı dadıyır. Ancaq və ancaq bax bu hissəsini pişirirsən. Bax bu, aha, buranı elədin, bax beləsini təmizlədin, bax bu hissəsini pişirir, qırır və pişirirsən. Qaynadırsan suda, onu da sizə göstərəcəm. Sonra deməli süntrüklə bərabər mənə göndəriblər deməli südlü bitkisi. Bu südlüdür. Bunlar da çox gözəl yeyiləsi bitkilərdir. Buna Gələbəy zonasında botça da deyirlər, ancaq biz buna südlü deyirdik. Əsasən bu sopur talasında daha çox pisirdi. Qılışqanın boynundan düşürdük aşağı. Omarəm qartov əkən yerin üst tərəfi, sol tərəfində bax bu bitkidən dolu olurdu. Həmişə oradan meşə ilə yığır gətirərdik, pişirərdik. Bunu da ki, elə artlamağa ehtiyac yoxdur. Əsas bu kök hissəsi qartmış olmasın və bunu da doğrayırsan, qəşəng başlayırsan pişirir.